Salam, düşünürəm ki, bu video sizin bir çox probleminizi həll edəcək münasibət mövzularında. Tez-tez özəlliklə xanımlardan aldığım, eyni zamanda kişilərdən də aldığım bir sual var ki, doktor hər şey yaxşı idi, biz normal münasibət yaşayırdıq, xanım nəyə görə çıxdı getdi, oğlan nəyə görə birdən-birə dedi ki, biz ayrılmalıyıq və s. və s. Azərbaycan dilində bilmirəm bu terminə nə deyirlər, çünki həmişə xaricdə təhsil almışam. Azərbaycancası təxminən qaçınan və yaxud qaçan psixotip obrazıdır. Bu qaçan və yaxud qaçınan psixotip obrazı kimdir və necə olur? Bu videoda bunu öyrənə bilərsiniz. Diqqətiniz məndə olsun və videonu sona qədər izləsəniz daha aydın olacaq. Həm də eyni zamanda qayd edin ki, gələcəkdə bu hadisələrlə qarşılaşdığınızda həmən qayddan çıxardıb izləyə biləsiniz. İndi isə başlayırıq. Deməli, bu adamlar kimdir? Deyək ki, siz bir xanımla və yaxud bəylə münasibət yaşayırsınız, hər şey yaxşıdır. Həyatdakı və yaxud bu münasibətdəki missiyanız o idi ki, sevəsiz, seviləsiz, normal münasibət yaşayasınız, qarşı tərəfə sevgi verib və sevgi almaq istəyirdiniz. Bu insanı isə bir müddət sonra, münasibət ciddiləşəndən sonra ya dava salır, ya bir mövzu tapır ki, dava salsın və aradan çıxsın və yaxud sakitcə özünü zadəgan və yaxud aristokrat göstərmək üçün sizi dəvət edib, deyir ki, bilirsən bizdə alınmaz, xoşbəxt olsan yaxşı qızsan və yaxud sən yaxşı insansan, daha yaxşılarına layiqsən. Bu qaçınan tipdir. Bu insanlar ciddi münasibətə hazır deyirlər. Yəni, münasibət ciddiləşməyə başlayanda bu insanlar qaçmağı seçirlər. Çünki onlarda panik atak başlayır. Deyək ki, bu hardan qaynaqlanır? Deyəcəksiniz ki, hardan qaynaqlanır və bunun qarşısını necə almaq olar? İnsanla tanış olduğunuz zaman onun ailə vəziyyətini öyrənin, uşaqlığı necə keçib? Siz psixoloq deyirsiniz, okey, başa düşürəm. Amma bu çətin suallar deyil. Soruşun ki, münasibətiniz necə olub, necə baş verib, uşaqlıqda sizə qarşı necə münasibət olub və o mühtəmələn bunu danışacaq ki, hə, atam fikir vermirdi, anam ciddiyə almırdı və s. kimi şeylər eşidəcəksiniz. Təxmini bir səhnəcik göstərim ki, xanım, deyək də, uşaqdır, gəlir deyir ki, ata bax nə çəkmişəm, deyir ki, görürsən əlimdə iş var, get anava göstər. Anasına deyir, görürsən yemək pişirirəm. Qardaşı deyir ki, səninlə danışmaq istəmirəm. Heç kim bu insandan danışmır. Uşaqlıqda diqqətsizlikdən əziyyət çəkir. Və bunun üçün sevib və sevilmək, ciddi münasibətə girmək gələcəkdə problemdir. Gələcəkdə bu insan üçün bu anormal bir şeydir. Qorxu yaranır ki, nə olacaq bu işin axırı? Özəlliklə, məsəl üçün, bəylərdə, xanımlar izləyirsə hal-hazırda fikir vermişsə, deyəndə ki, mən valideynlərin açan tanış eləyəcəksən, deyir ki, görək də əzizim, görək də həyatım, indi bizimkilər rayondadır və yaxud, hələ hazır deyiləm, bilmirəm, baxarıq və s. və s. və s. Yəni, ciddi münasibət düşən insanın vecinə deyil, bugün belə deyə bilər ki, dur gedək asan xidmətə evlənək. Ciddi münasibətdən bunun üçün qaçınılır. Buna qaçınan psixotip deyirlər. Videonun ikinci hissəsi olacaq. Hələlik siz şərhlərinizi yazın. İkinci hissədə danışacağım ki, bu psixotipdə insanlar, qaçınan psixotipdə olan insanlar yenidən qayıdacaqlar. Əgər siz düşünürsünüz ki, qayıdacaqlar və nəyə görə qayıdacaqlar və burada nə etmək lazımdır? Bunlar bir müddət sonra, tək qalandan sonra özlərində narahatçılıq hiss edirlər ki, əslində yaxşı adam idi, mən niyə belə elədim? Qayıdıb gəlir, ya zəng eləyirlər, ya mesaj yazırlar, ya nə isə bir, hansısa rəsminizə like və yaxud komment atırlar. İllah ki, özlərini göstərirlər ki, mən buradayam. Bununla nə etmək lazımdır? Növbəti videolarda eşitmək, görmək istəyirsinizsə, like, komment yazın. Maraqlıdır yazın, davamını çəkəcəm. Ola bilsin elə bugün çəkim. Uğurlar.